Əslində üz baxım rutini çox asandır. Dərindən yumaq, nəmləndirmək və qorumaq. Burada sizi yoran isə qeyri-peşə sahiblərinin qeyri-peşəkar çəkdikləri çox mərhələli üz baxım rutinləridir. Hansı ki, bunları heç özləri də tətbiq etmirlər. Və sizlər də baxdıqca yorulur və tətbiq etməkdən çəkinirsiniz. Üst-üstə vurulan serumlar, turşular, maskalar. Halbuki bunları sağlam dəri belə tətbiq etsə, reaktiv sızanaqların çıxmasına, dərinin qocalmasına, ən yaxşı halda allergik reaksiyaların baş verməsinə gətirib çıxardar. Onu da xatırladım ki, turşuların və maskaların tətbiqi dəri ehtiyacına görə olunmalı və növbəli şəkildə olmalıdır. Bugün tətbiq olunan hər hansı maska və ya turşunu səhər